Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videoda həftəlik proqnoz edəcəm. 3 dənə variant olacaq. Variantlardan birini seçirsiniz. Xatırlatmaq istəyirəm ki, baxım ümumidir. Yəni şəxsi baxım istəsəniz, yalnızca sizin üçün dəqiq, konkret bir açılım istəsəniz, onda şəxsi olaraq müraciət edirsiniz. Çünki ümumi baxımda daha çox kütləyə açılımdır. Yəni sizin şəxsi açılımınız deyil və sizin seçiminiz də çox vacibdir. Çünki intuitiv seçim burada vacib bir məqamdır. Çalışın intuitiv seçin, yəni ağlınıza ilk gələni çalışın seçin. Deməli 1, 2, 3. Deməli həmçinin sizə daha çox vaxt tələb olunursa videonu dayandıra bilərsiniz, seçiminizi edirsiniz, sonra da davam edirsiniz baxmağa. İndi isə mən çox gözləmək istəmirəm, istəyirəm başlayam. Deməli, burada aktual bir məsələlərdən biri həftə boyu sizdə burada ev, ailə məsələləri aktual ola bilər. Ya çox vaxt evdə keçirdəcəksiniz, ya da ki, evlə bağlı məsələlər sizi daha çox vaxtınızı alacaq, sizi daha çox məşğul eləyəcək, belə şeylər də aktualdır. Həmçinin də burada deməli bu bir mülkiyyət də ola bilər, yəni hansısa mülki alqı-satış da ola bilər. Bununla bağlı məsələ aktual və vacib ola bilər həftə boyu. Deməli, həmçinin burada danışıqlıqlar, kimlənsə danışmaq, qərar vermək aktual ola bilər. Yəni həftə boyu ən əsas mövzulara baxsaq, həm ev, ailə məsələləri, mülki məsələlər və həmçinin də danışıq, qərar vermə aktualdır. Yəni bu mövzular ən əsas mövzulardır. Deməli, baxsaq sferalara, burada sizdə deməli şəxsi həyatınızda qəlb qırıqlığı ola bilər. Yəni qəlb qırıqlığı hansısa sözlü incitmələrdən, sözlü hansısa toksik bir münasibətdən irəli gələn bir qəlb qırıqlığı ola bilər. Yəni kim ki ayrıdır burada keçmişlə bağlı ilişki, yəni keçmiş travmalarla bağlı bir hissiyat davam edə bilər. Həmçinin də var olan ilişkilərdə belə bir toksik münasibət yarana bilər. Hansında ki, siz bir-birinizi incitməli olursunuz, ya da ki, qarşı tərəf incitir sizi. Deməli, burada təksinizsə ümumiyyətcə dediyim kimi, həm keçmiş travmalar qoymaya bilər yaxşı ilişkinin yaradılmasına. Həmçinin də belə bir şey ola bilər ki, deməli, qarşınıza çıxan insan toksik insandır və sizə, necə deyərlər, qoymur yaxşı bir ilişki qurasınız, qəlbinizi qırır və burada ümumiyyətlə baxsaq ilişkilərdə başqa insanların rolu çox əhəmiyyətlidir. Yəni burada nəinki daha çox sizin ya da qarşı tərəfdən irəli gələn bir şeydir bu. Bu daha çox başqa insanların elədiyi ucbatından baş verir. Yəni deyək ki, qarşı tərəf belə sizi incidirsə, bu kiminsə ucbatından baş verir. Yəni həmin o insan ona təsir göstərə bilər, o insan da sizə o toksik pis münasibəti göstərə bilər. Yəni burada başqa insanların təsiri böyükdür və yüksəkdir. Bu həm sizə ola bilər, həm də ki qarşı tərəfə. Yəni onun üçün şəxsi həyatda başqa insanların təsirindən çalışın qurtulun və qoymayın ki, ilişkiyə girsinlər. Deməli, təhsilə və ya işə baxsaq, burada karyera və təhsil sferasında çox da böyük bir ahım-şahım bir hadisə baş verməyəcək. Burada necə var elə qala bilər, yəni heç bir deyək ki, yəni rutin necə davam edirsə, rutin də davam edir. Yalnızca burada qaçının ani nəyisə bitirməkdən və ya anidən nəyisə stoplamaqdan. Yəni belə bir şey ola bilər ki, anidən hansısa durum təhsillə və ya işlə bağlı bitiş nöqtəsinə gəlsin. Bəzi insanlarda bu baş verə bilər. Həmçinin də öz sağlamlığınıza diqqətli yanaşmalısınız. Çünki burada bəzi insanlarda sağlamlıq ucbatından biraz işdə və ya təhsildə durmalar, stoplamalar baş verə bilər. Bu nəinki sadəcə sağlamlığa, bu ümumiyyətcə hansısa durumların bitişinə və ya stoplamağına da gətirib çıxarda bilər. Yalnızca bəzi prosent insanlarda ola bilər ki, bu həm sağlamlığında baş verən durum təsir göstərsin həmin bu stoplamağa və durmaq nöqtəsinə gəlməsinə. Deməli,
Maddiyyatınızda burada sizin qənaət etməli və ya nəyisə verirlərsə bunu qıt bir şəkildə edirlər və siz bununla qənaətlənməli olacaqsınız. Belə bir durum yarana bilər. Həmçinin də qapanma durumu ola bilər. Yəni heç nə xərcləməyim, heç nə etməyim. Yəni necə var elə qalsın. Amma burada yanlış pozisiya bu olacaq ki, siz özünüz çalışmalısınız, daha çox maddiyyatınızı irəlilətdirəsiniz. Çünki bəzi insanlarda bu qapanıqlıq onların maddiyyatına çox belə neqativ təsir göstərə bilər. Deyək ki, yəni pulu da xərcləyərkən ağılla xərcləmək lazımdır. Əgər bir yatırımı tələb edən şeylər varsa, onu etməlisiniz. Yəni qoymayın ki, pul dursun elə durduğu yerdə. Amma bəzi insanlar bunu edə bilər ki, necə var elə qoyum ki, aman bir xərclənər, aman bir itkiyə uğrayaram. Yəni belə şey səhv olacaq. Deməli, burada həftə boyu daha vacib məqamlardan biri dövlət qurumları və dövlət qurumları ilə əlaqədar məsələlər olacaq. Yəni hər hansı bir müraciətiniz varsa ya da müraciət etməli olacağınız bir durumlar yarana bilər. Yəni vacib olan bu olacaq. Həmçinin də ani hadisələr olacaq. Yəni sizin gözləmədiyiniz ani bir şəkildə baş verən hadisələr olacaq. Həftə boyu burada həmçinin nəyisə geridə qoymalı olduğunuz durumlar olacaq. Amma bu şərt deyil ki, neqativ olsun. Bu sizin xeyrinizə olan bir şey də ola bilər. Yəni bitir çoxdandan ki sizi yoran bir şeyin, yəni çoxdandan da sizi narahat edən şeylərin artıq bitişinə gəlib çıxması sizin üçün yaxşı bir məsələyə çönə bilər. Yəni siz bunu neqativ qiymətləndirsəniz belə anında sonrasında başa düşə bilərsiniz ki, bu pozitivdir. Çünki burada ümumiyyətlə belə baxsaq, həftə boyu nəyisə bitməyi, həmçində bəzi insanlarla ayrılığın vacibliyi vurğulanılır və əsas mövzu halındadır bu. Həmçinin də bu həm insanlardan ayrılmaq, həm olduğunuz yerlərdən, olduğunuz hansısa deyək ki, yerlərdən ayrılmağınız ola bilər, getməyiniz ola bilər başqa yerə. Həmçinin də bu hansısa deyək ki, sizin bir patternınız var idi, hansı ki həmişə edirdiniz. Yəni bir davranış stili, yəni pattern dedikləri bir davranış stilidir, bir fikirləşmə stilidir. Yəni siz bu həmin davranış stilinizdən, həmçinin fikirlərinizi geridə qoya bilərsiniz. Yəni özünüz dəyişə bilərsiniz. Yəni bu dəyişkənlik fərqli insanlarda fərqli cür olacaq. Bəzi insanlar çevrəsini dəyişmək istəyəcək. Bəzi insanlar yəni çevrəsini də dəyişmək, yəni o eski, yəni geridə qalmış bir çevrəni ayrılmalısınız, yəni qoymalısınız geridə ki, təzəyə açılasınız, yönələsiniz. Bu həmçinin işə, insanlara və ya olduğunuz yerlərə də aiddir. Deməli, təhsilinizə baxsaq, təhsilinizdə, işinizdə və ya təhsilinizdə burada sizin hər hansı bir rəsmi hansısa xəbərlərin verilməsi, alınması ola bilər və həmçinin də bu hansısa ərizələrin, rəsmi kağızların yazılması, edilməsi də mümkündür. Yəni belə şeylər aktual olacaq. Burada maddiyyatınızda neqativ yalnız sizin öz deyək ki, duyğusallığınız ya da danışqanlığınız yansıya bilər. Misal üçün bir maddiyyat alırsınız, amma məmnun deyilsiniz. Yəni başlayırsınız bunu danışmağa. Yalnızca çəkinin belə bir şeydən ki, kiməsə nəsə deyəsiniz, belə elə insanlardan hansından ki asılıdır sizin maddiyyatınız. Çünki bu sizin maddiyyatınıza neqativ təsir göstərə bilər. Misal üçün bir insanla işləyirsiniz, neqativ bir şey deyirsiniz, o da gedir deyir həmin o insana kimdən ki maddiyyatınız asılıdır və sizin yəni ya pulunuzu kəsəcəklər ya da belə bir şey ola bilər. Yəni iş yerində ya da hər hansı bir insandan hansından ki sizin maddiyyatınız asılıdır, o insanlara sözlü, incidici, dava edici sözlər deməkdən qaçının. Hər hansı bir xəbər maddiyyatla bağlı gözləyirsinizsə, konkret bir xəbər, sözlü bir xəbər gözləyirsinizsə, bunlar neqativ ola bilər. Yəni sizin istədiyinizi verməyə bilərlər sizə. Bundan ehtiyatlı olun. Deməli, şəxsi həyatda burada sizin duyğusal hansısa duyğusallığınız bol olacaq burada şəxsi həyatda. Amma bu duyğusallıq biraz depressiya ilə və ya ürək ağrısı ilə qatışıq ola bilər. Yəni bu həm sizin var olan ilişkinizə yansıya bilər, həm də ki
qarşınıza çıxan insanlara da yansıya bilər. Xüsusən də burada da başqa insanların təsiri olacaq və bu təsir negativdir və həmçinin də sizin qabağınıza elə bir insan çıxa bilər, hansı ki sizə xatırladır o həmin keçmişdə sizə ağrı verən insanı. Yəni bəzilərində bu başqa insanların qatışmağı ola bilər, bəzi insanlarda isə konkret keçmişdə ilişki yaşadığınız insanın sizin konkret indiki şəxsi həyatınıza yansımağı ola bilər. Yəni orada yaşadığınız hansısa negativ emosiyaları burada da yaşaya bilərsiniz. Amma bu konkret o insanla oxşarlığı ilə bağlı olacaq. Yəni onun etdiyini edə bilər ya da onun kimi görünə bilər. Misal üçün keçmişdə bir insan eyni bir görüşdə olan insanı, eyni hərəkətlərlə olan bir insan gənə qabağınıza çıxır və bu sizə emosional olaraq biraz çaşbaş salır və həmçinin də sizə ağrı verir. Yəni o keçmişdəki negativi yada salırsınız. Deməli, burada həftə boyu təzə işlər, təzə proyektlər, təzə insanlar, təzə yerlər aktual olacaq sizin həyatınızda. Yəni siz həm olmadığınız yerdə ola bilərsiniz, həm görmədiyiniz insanlarla görüşə bilərsiniz. Yəni bu təzə emosiyalar, təzə insanlar, təzə yerlər və həmçinin də təzə proyektlər ola bilər, hansı ki çox pozitiv, çox gözəl, sevindirici halda olan bir hadisələr və situasiyalar ola bilər. Həmçinin burada dediyim kimi görüşlər, hər hansı bir görüşləriniz varsa, bunlar duyğusallıqla bol olan görüşlər olacaq, hansı ki sizə emosional təmin edici hiss verəcək. Deməli, burada maddiyyatınızda gözəl xəbərlərin gəlinməsi, gözəl emosiyaların yaşanması ola bilər. Dediyim kimi, bu konkret emosional bir təmin edici hiss ola bilər, hansı ki, misal üçün, hər hansı bir xərcləmə varsa belə, bunlar sevgi ilə olunan bir xərcləmədir və sizə emosional təmin edici hiss verən bir xərcləmədir. Yəni, həm maddiyyatın gəlinməsi ola bilər, hansı ki sizi emosional məmnun edir. Həmçinin də bu bir xərcləmə də olsa, bu təmin edici bir xərcləmə olacaq. Yəni elə deyil ki, xərclədim, amma heç də məmnun qalmadım. Yox, bu əksinə gözəl sizə sevindirici, gözəl gələ bilər. Həmçinin də ikinci yarınız, ikinci tayınıza ya da sevdiyiniz insanlara xərclənən bir pul da ola bilər və həmçinin belə bir insanlardan belə pulların gəlinməsi ola bilər. Sizi sevən insan sizə maddi dəstək göstərir, yəni pul verir, köməklik edir və bu sizə maddiyyatdan savayı emosional olaraq da gözəl hissiyat verir ki, məni sevirlər, mənə dəstək göstərirlər. Yəni bu ola bilər. Həmçinin də deməli işinizdə və ya təhsilinizdə sevindirici hadisələr ola bilər. İşiniz yoxdursa iş tapa bilərsiniz. Hər hansı bir probleminiz var idisə o problemlər həll oluna bilər və həmçinin bir cüzi bir şeydən də başlayaq. Deyək ki, sizə istədiyiniz şeyi verirlər işdə və ya təhsildə və siz sevinirsiniz. Yəni burada sevindirici, gözəl hadisələr olacaq sizin üçün. Deməli, yalnızca burada şəxsi həyatınızda biraz məyusluq yaşaya bilərsiniz. Amma bu məyusluq çox da belə negativ deyil. Yəni bu daha çox sizin gözləntilərinizlə bağlı olan şeylərin qarşılanmaması ola bilər. Misal üçün, bir insan çıxır qabağınıza, siz ondan bir addım gözləyirsiniz, yəni konkret bir öz ağlınızda yaratdığınız bir addım gözləyirsiniz, amma o insan fərqli cür addım edir ya da heç etmir bunu və sizi bu məyusluğa gətirib çıxardır, amma bu dünyanın sonu qədər böyütüləcək bir durum deyil. Çünki burada konkret olaraq biraz məyusluqdur ki, niyə belə olur, niyə fərqli cür olmur? Burada biraz belə emosiyalar ola bilər. Çünki çox vaxtı mənim kartda gördüyüm daha ciddi şeylər olur. Haçan ki, insana xəyanət edirlər, insan qəlb qırıqlığı yaşayır və bu qəlb qırıqlığı və negativ emosiyalar onun fiziki durumuna da təsir göstərir. Burada belə bir şey deyil. Burada sadəcə belə cüzi bir məyusluqdur və həmçinin də axtarırsınızsa hər hansı bir insan həyatınızda olsun deyə. Bu insanlar, qarşınıza çıxan insanlar sizi biraz məyusluq yaşada bilər sizə ki, bu insan heç
heç də mənim istədiyim qədər deyil və seçimlə bağlı, hər hansı bir insanı tapmaqla bağlı və o insanın qərarları ilə və ya sizin seçiminizlə ona tərəf olan seçimlərinizlə bağlı məyusluq yaşaya bilərsiniz. Misal üçün bir insan seçmisiniz, amma o insan sizi məyusluq yaşadır ki, bu o insan deyil, mənim düşündüyüm insan deyil və ya mən onu bir cür təsəvvür edirdim, amma bu insan tamamilə başqa cür olur, yəni başqa cür göründü gözümə. Bununla bağlı problemlər ola bilər və bunun verdiyi bir məyusluq ola bilər. Amma dediyim kimi bu xəyanət qədər ya da ağrı verici bir xəyanət qədər negativ deyil ya da incidici deyil.